Heç düşünübsüzmü? Bəzən bomboş görünən bu dünyada ümidi, o balaca qığılcımı hardan tapmaq olar? Bax, bugün elə bir psixoloji romandan danışacağıq ki, o, məhz bu çətin sualın cavabını axtarır. Bu kitabı, yəni bu şəhərdə kimsə yoxduru, bu qədər təsirli edən şey nədir, bilirsiniz? O sadəcə uydurma deyil. Hekayənin kökləri real insan təcrübələrinə, real hadisələrə gedib çıxır. Məhz buna görə də oxuyanda sanki həyatın özünü vərəqləyirsən. Təbii ki, bu qədər güclü bir əsər tənqidçilərin də diqqətindən yayınmayıb. Baxın, bu rəydə çox gözəl deyilir. İki unudulmaz həyat hekayəsi kəsişir və ortaya dərin, mənalı bir əsər çıxır. Yəni, söhbət sadəcə iki fərqli insandan getmir, onların talelərinin toqquşmasından yaranan o böyük mənadan gedir. Və gəldik hekayənin ürəyinə, o mərkəzi tapmacaya. Kitabdan kiçik bir diyaloqa qulaq asın. Willi, xoşbəxt olmaq üçün insana 10 saniyə yetər. Cavab gəlir, necə? Və qarşısındakı deyir, mənim kimilərini düşünərək. Bax, bu sadə, amma bir o qədər də müəmmalı diyaloq əslində hər şeyin başlanğıcıdır. Bir tərəfdə ümid, digər tərəfdə isə tam bir ümidsizlik. Bu iki fərqli insanı bir-birinə bağlayan, daha doğrusu toqquşduran da elə bu vəldir. Deməli, bu iki adam və bir sual, bütün bu dram, bu fəlsəfi toqquşma harada baş verir? Heç ağlınıza gəlməyəcək bir yerdə, bir xərçəng palatasında. Baxın, bu əsl fəlsəfi döyüşdür. Gəlin tərəflərlə tanış olaq. Solda Willi Owen var. Bir zamanlar parlayan futbol ulduzu olub, indi isə xəstəxanada xadim işləyir. Amma özünü sadəcə xadimi kimi görmür. O, insanları həyata qaytarmalı olan bir mələk olduğuna inanır. O, ümiddir, sevgi axtarışıdır. Sağda isə Anderson, yəni Vissam, gənc, dahi, amma ölümcül xəstə. Həyata dair bütün ümidini itirim və deyir ki, xoşbəxtlik əslində hər şeyin mənasız olduğunu qəbul etməkdədir. İndi təsəvvür edin, bu iki insan eyni palatada üz-üzə gəlir. Partlayış qaçılmazdı, elə deyilmi? Yaxşı, gəlin romanın başqa bir dərin qatına enək. Tənhalığın anatomiyası. Kitabın adı belə hər şeyi deyir, elə deyilmi? İnsanlarla dolu bir dünyada tək qalmaq. Bu necə hissdir? Willinin tənhallığını anlamaq üçün onun keçmişinə baxmalıyıq. Baxın bu şəklə. O, bir vaxtlar alqışlanan, məşhur bir idmançı, bir çempion idi. Hamının tanıdığı bir qəhrəman. Amma indi isə o şöhrətdən əsər əlamət yoxdur. Bu sadəcə karyera etkisi deyil, bu kimliyinin etkisidir. Bu təzad, bu uçurum onun bugünkü tənhalığının əsas səbəbidir. Və işin ən qəribə tərəfi də budur. Willi əslində fiziki olaraq tək deyil. Ətrafı həkimlərlə, xəstələrlə doludur. Amma o yenə də təkdir. Çünki onun tənhallığı mənəvidir. O, qaça bilmədiyi bir keçmişin kölgəsində yaşayır, bilirsinizmi? Sanki həyatının əsl məqsədindən qopub, indi boşluqda yəllənir. Ətrafındakı səsküyə baxmayaraq, o öz içində tam bir səssizlikdədir. Amma tənhalıq təkcə Williyə məxsus deyil. Roman bizə məsələnin fərqli üzlərini də göstərir. Məsələn, Helenin hekayəsi var. O, sevgisiz bir ailədə sanki bir qəfəsdə yaşayır. Onun tənhalığı itki ilə bağlı deyil, emosional bir tələyə düşməklə bağlıdır. Bu da tənhalığın başqa, daha səssiz, amma bir o qədər də ağrılı bir formasıdır. Bütün bu tənhalıq, bu itkilər, onlar bizi hara aparır? Təbii ki, həyatın ən böyük suallarını. İndi gəlin hekayənin ikinci əsas mövzusuna, o amansız məna axtarışına keçid alaq. Bu roman bizə hazır cavablar vermir, əksinə bizi suallarla baş-başa qoyur. Baxın, bu suallar təkcə personajlara aid deyil, həm də bizə aiddir. Həyat əslində nə vaxt başlayır? Yaşaya bilmədiyin bir keçmişdən qaça bilərsənmi? Ən dibdə olanda belə bir çıxış yolu həqiqətən varmı? Və ən əsası, xoşbəxtlik deyilən o şeyi necə tapırıq? Bunlar elə suallardır ki, yəqin hamımız ömrümüzdə bir dəfə də olsa özümüzə vermişik. Bütün bu sualların fəlsəfədə bir adı var, ekzistensializm. Qəliz səslənir, eləmi? Amma əslində çox sadə bir şeydən bəhs edir. Sən tək bir fərdsən, azadsan, amma həm də bütün seçimlərinə görə məsuliyyət daşıyırsan. Və ətrafındakı dünya sənə hazır mənalar verməyəndə o mənanı özün tapmalısan. Qəhrəmanlarımızın yaşadığı da tam olaraq budur. Böyük bir kainatın səssizliyi içində öz səslərini, öz məqsədlərini tapmağa çalışırlar. Yaxşı, bəs niyə bu hekayə bizə bu qədər doğma gəlir? Axı bu, Willi ilə Andersonun hekayəsidir. Amma nədənsə hamımıza toxunur. Gəlin görək, niyə bu hekayə öz həyatımıza tutulan bir güzgü kimidir? Məsələ də elə budur. Bu kitabın bestseller olmasının səbəbi o deyil ki, nəsə yeni bir şey kəşf edir. Səbəb odur ki, o hamımızın içində daşıdığı, amma bəlkə də heç kimə demədiyi o səssiz mübarizələrə, o gizli suallara səs verir.
Onların hekayəsinə baxanda istər-istəməz özümüzün əlaqə axtarışını, öz məna axtarışımızı görürük. Onların hekayəsi bir anlıq bizim hekayəmizə çevrilir. Ona görə gəlin o başlığa bir də qaydaq. Bu şəhərdə kimsə yoxdur. Artıq başa düşürük ki, bu coğrafi bir təsvir deyil, bu bir cümlə deyil, bu bir hissdir. Milyonlarla insanın arasında olsam belə, içini didən o tənhalıq hissidir. Hamımızın qorxduğu o hiss. Və sonda bütün bu təhlildən sonra romanın bizi buraxdığı o son suala gəlirik. Bu sualı mən də sizə ünvanlamaq istəyirəm. Bəs biz bu qədər boş görünən, bəzən yadlaşan dünyada o əlaqəni, o bağlılığı necə tapırıq? Cavab bəlkə də kitabda yox, elə hər birimizin öz içindədir. Bu sual haqqında düşünməyə dəyər.